Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində media tur keçirilib. Media nümayəndələri Cənubi Qafqazın ilk və ən böyük İnklüziv Yaradıcılıq və İnkişaf Mərkəzində həssas kateqoriyadan olan şəxslərin yaradıcılıq imkanlarını genişləndirmək üçün yaradılan şəraitlə tanış olublar. Mərkəzin direktoru Elnarə Ənsari mediatur iştirakçılarını mərkəzin fəaliyyəti, həyata keçirilən inklüziv layihələr və yaradıcı istiqamətlər üzrə görülən işlər barədə məlumatlandırıb. Qeyd olunub ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ildə açılışı olan mərkəzdə bu vaxtadək 9 nəfərdən çox vətəndaş xidmətlərdən yararlanıb. Hazırda mərkəz onun İsmayıllı Dost evi filialı və Qarabağ Dost evi şöbəsində 5 həssas kateqoriyadan 281 nəfər 14 yaradıcılıq istiqaməti üzrə bacarıqlarını inkişaf etdirir. Bildirilib ki, Heydər Əliyev mərkəzinin təşkilatçılığı ilə Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi bu il Yaponiyada keçirilən Osaka Kansai Expo 2025 Ümumdünya sərgisində uğurla təmsil olunub. Bizim portal satışımız artıq hazırlanıb və gələn il artıq bayramlardan sonra, yeni il bayramlardan sonra biz bu istifadə verəcəyik bu satış portalı. Onun əsas məqsədi odur ki, həssas kateqoriyadan olan insanların burada mərkəzdə təlim keçən benefisiarlarımızın onların əl işlərini biz həmən satış portalı üzrə onların satışını həyata keçirdəcəyik. Mərkəzin bədii oyma üzrə baş təlimçisi Asif Qasımov mərkəzdə bədii oyma sənəti üzrə bu illər ərzində 100-ə yaxın məzunun olduğunu, hazırda 12 benefisiarın bacarıqlarını inkişaf etdirdiyini deyib. Bir işin ərsəyə gəlməsi işin incəliyindən və böyüklüyündən asılıdır. Elə işlər var ki, 2-3 günə tamamlaya bilərsən. Elə işlər var ki, 6 aya qədər, 3 ay, 4 ay, 5 ay, 6 aya qədər çəkir. İşdən asılıdır. Qumru Camolova isə oktyabrdan etibarən mərkəzin benefisiarlar sırasına qoşulub. Bura başlayandan sonra məndə daha da həvəsim artmağa başladı. Əvvəldən çox həvəsli olmağa başladım. Və görürəm ki, irəliləyiş var buradan. Düşünürəm ki, daha yaxşı olacaq. Daha sonra mərkəzin fəaliyyəti ilə bağlı suallar cavablandırılıb. Media nümayəndələrinə benefisiarların əl işlərinin ibarət hədiyyə təqdim olunub.